Prezidentin köməkçisi Hikmət Hacıyev və Xarici İşlər Naziri Ceyhun Bayramovun Almaniyaya səfəri zamanı onlara suallar ünvanlayan Ələmdar Bünyadovun kimliyi sosial şəbəkələrdə müzakirə edilir. Qlobal İnfaza danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ələmdar Bünyadov Müsəlman Birliyi Hərəkatının üzvüdür və özünün də dediyi kimi Azərbaycandan getməsinə səbəb Nardaran hadisələri olub. Stat: Nardaran hadisələrindən sonra Müsəlman Birliyi Hərəkatının üzvlərinin bir çoxu Avropaya, xüsusilə Almaniyaya köçdülər. Məqsəd məsuliyyətdən qaçmaq idi, çünki bu, birbaşa İranın Azərbaycanda şəriət rejimi qurmaq, onların təbirincə desək, İslam inqilabı etmək planının bir hissəsi idi. Bu qəsəbə uzun müddət Azərbaycan qanunlarına tabe olmayıb, İrandan verilən göstərişlərlə idarə olunurdu. Ona görə də Nardaran İranın Azərbaycan daxilində dini kantonuna çevrilmişdi. Berlində keçirdikləri son aksiyanın təşkilatçıları Ələmdar Bünyadov da daxil olmaqla Müsəlman Birliyi Hərəkatının ölkədən getmiş üzvləridir. Bu aksiyaya görə Talib Bağırzadə təşkilatçılara xüsusi təşəkkür məktubu ünvanlayıb. Bu şəbəkə hazırda Almaniya üçün də ciddi təhlükə mənbəyidir. Çünki İranın proksi qüvvələrdən necə istifadə etdiyi təcrübəsi var. Eləcə də həmin şəxslərin Azərbaycanda həyata keçirməyə çalışdıkları planın nə olduğu bəllidir. Bu şəbəkə İranın təlimatı ilə istənilən vaxt Almaniyada hərəkətə keçə, həm bu ölkənin, həm də ümumilikdə Avropanın təhlükəsizliyinə təhdid yarada bilər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.